Ermenistan'ın işgalci olduğu bu yerlerden süratle çıkması lazım. Münaqişənin nizamlanması ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin olduğunu deyən Erdoğan bildirib ki, Dağlıq Qarabağ və ətraf rayonlar əsl sahibinə qaytarılmalıdır. Buraların da asıl sahipleri Azerilerdir. Ve Azeriler de bu yerlerine gelip yerleşmesi lazım. İşgalle bir yere varılmaz. Ve şu anda buralarda maalesef bir işgal söz konusudur. Ve bu işgale de Türkiye olarak biz karşıyız. O qeyd edib ki, ABŞ, Rusiya və Fransa Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair üzərinə götürdükləri öhdəlikləri yerinə yetirməlidir.